Digər bir sualımızdan tanış olaq. Uyğunluqları müəyyənləşdirin. Cədvəlin birinci hissəsində qeyd olunur ki, iki müxtəlif nitq hissəsi kimi düşünülə bilər. Qəsdən bu vəziyyətdə, yəni bilərəkdən, qəsdən bu düzəltmə zərfdir. İsim kimi düşünməyimiz üçünsə olmalıdır qəsdən. Bu zaman çıxışlı halda isim kimi düşünə bilərik. Yəni bir nitq hissəsi kimi düşünə bilirik. Qalxan sözü bəli, sadə feil kimi düşünürlər. Yerdən qalxan mənasında, bir də qalxan qılınc mənasında düzəltmə isim kimi də düşünülə bilər. Doğrudur. Qıraq sözü bəli, bir nəyinsə kənarı, qırağı mənasında isim kimi, qıraq feil kimi də düşünülə bilir. Cədvəlin digər hissəsində yalnız bir nitq hissəsi kimi düşünülə bilər. Diləyə sözünü iki nitq hissəsi kimi düşünə bilərik. Bir dilək mənasında isim kimi, yönlük halda, bir də feil kimi, diləyə, arzuluya. Oturaq sözü oturaq sifət kimi düşünülə bilər. Məsələn, oturaq həyat, eyni zamanda da feil kimi düşünə bilərik. Ağartı sözü isə yalnız isim kimi düşünülür. Yəni bir nitq hissəsi kimi düşünürük. Doğru cavabımız olacaq 2, 3, 6. C variantı.